ailəsi dağılmaq həddindədir, hamıya borcu var, hamının yanında yalancıdır, andaman edir, tövbə edir, qumarı tərk edəcək, amma sabah yenə oynayır. Bu niyə baş verir? Çünki qumar bir asılılıq növüdür, bir xəstəlik növüdür. Qumarın pul ilə əlaqəsi yoxdur, qazancı ilə əlaqəsi yoxdur. Bu beynin mükafat sistemi, təsadüfi mükafat sistemi və eyni zamanda bir sıra yanaşı və buna səbəb olan psixi pozuntularla əlaqədardır. Depressiya, diqqət əksiliyi, hiperaktivlik pozuntusu və bənzər hallar ilə. Və insan müalicə almadığı müddətdə o yenə də bu yola qayıdacaqdır. Təəssüf olsun ki, belədir. Ona görə də əgər özünüzdə bənzər bir problem varsa və ya yaxınınızda bənzər bir durum müşahidə edirsinizsə, onun həkimə, psixiatra müraciət etməsini təmin edin. Başqa bunun yolu yoxdur.